İyunun 3-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yollarda aparılan əsaslı təmir işləri ilə tanış olub. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsini icra edən Rövşən Sadıqov məlumat verib ki, təmir işləri zamanı 5,1 kilometrlik Şaxtaxtı Gömrük avtomobil yolunun alt təbəqəsi qum-çınqıl materialı verilməklə möhkəmləndirilib və avtomobillərin daha rahat hərəkət etməsi üçün yol yatağı genişləndirilib. İki hərəkət zolağından ibarət yola 2 qat yeni asfalt örtüyü verilib. Yolda hərəkətin təhlükəsizliyi təmin edilib. Şəri rayonunun Təzəkənd avtomobil yolu ilə tanışlıq zamanı isə bildirilib ki, yolda əsaslı təmir işləri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı çərçivəsində aparılıb. Avtomobil yolunun 1,9 kilometrlik hissəsinə 1, 4,4 kilometrlik hissəsinə isə 2 qat asfalt örtüyü salınıb. Yağış və qurun sularının kənarlaşdırılması üçün yol kənarlarına 700 metr uzunluğunda beton su kanalı çəkilib, 38 metal boru su keçidi quraşdırılıb. Avtomobil yolu ilə tanışlıqdan sonra kənd sakinləri ilə səmimi görüş olub. Sakinlər uzun zamandır təmirə ehtiyac duyulan yollarda yaradılan müasir şəraitə görə dövlətimizə minnətdarlıq ediblər. Həmin gün səlahiyyətli nümayəndə Fuad Nəcəfli ötən il əsaslı təmirdən sonra istifadəyə verilən Təzəkənd Tam Orta Məktəbində yaradılan şərait və tədrisin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, 110 yerlik məktəb binasında tədris imkanları müasir tələblərə cavab verir. Məktəbin kollektivi yaradılan tədris şəraitinə görə minnətdarlıqlarını bildirib.